Dünyada yəqin artıq bizim texnologiyadan məşğul olan tələbələrimizin əksəriyyəti bilir. Dünyada kriptovalyuta birjaları var və o birjaların içərisində ən bərk gedəni, belə demək olarsa, ən populyarlarından birisi, dövriyyəsi trilyonlardan olan Bitget platformasının bugün nümayəndə rəhbərliyi buradadır. Onunla görüşə gəlmişik. Yəni, bayaq mən bizim burada kollegalarımızdan soruşuram ki, bu girişi necə verə? Dedilər, ver ki, pul qazanmaqla bağlı yığışmışıq. Yəni, mən artıq hesab edirəm ki, siz monitorda olan tətbiqi telefonlarınızda artıq axtarıb tapıb, orada qeydiyyatdan keçmişsiniz və gözləyirsiniz görək pulu necə qazanacaq. Bugün bizim görüşümüzə gəlib Bitget platformasının baş icraçı direktorudur. Sizin kimi gənclərdən birisidir. Vüqar bəy Usizadə bizim Azərbaycan gəncidir və dünyanın qlobal biznesində aparıcı yer tutan şəxslərdən birisidir. Təsəvvür edin ki, bu dəqiqə Bitgetin ətrafında 100 milyon istifadəçi var. Yəni, bu platformanın üzərində 100 milyon insan oturur və bizneslə məşğuldur, alqı-satqı ilə məşğuldur. İndi biz bir neçə ay öncə, 2 ay öncə artıq bu platforma Azərbaycan rəqəmsal bazarına daxil olub. Bununla bağlı təqdimat keçirəndə mən Vüqar bəydən soruşdum ki, mümkündürmü ki, bizim Texniki Universitetdən əlaqələri gücləndirək? Dedi, elə bizim əsas məqsədlərimizdən birisi odur. Biz akademik mühitdən, elmi mühitdən, təhsil mühitdən əlaqələrimizi gücləndirmək istəyirik. Tələbələri işə cəlb etmək istəyirik. Tələbələri bizim Bitgetdə təcrübə mübadiləsinə cəlb etmək istəyirik. Yəni, özünün təşəbbüsüdür və çox sağ olsun ki, sözünü də yerinə yetirdi. Bugün bizim universitetə gəlib. İndi Vilayət müəllim bu məsələdə çox maraqlı idi. Biz bu tədbirdən öncə rektorluqda belə bir görüş keçirdik. Bizim rəqəmsal şura var. Siz bilirsiniz, universitetin sənaye, biznes sənaye məsələlərindən əlaqəli universitetdə bir rəqəmsal şura yaranıbdır. O rəqəmsal şuranın üzvləri də buradadır. Onlar biznes sahəsindən əlaqəli, rəqəmsal biznes sahəsindən əlaqəli insanlardır. Onlar da bizim tədbirdə iştirak edirlər. Müstəqil ekspertlər var. Onlar bu tədbirdə iştirak edirlər. İndi mən düşünürəm ki, sizin üçün əhəmiyyətli məsələlərdən birisi budur. Siz buradan nə əldə edə biləcəksiniz, nə edə biləcəksiniz? Ona görə xahiş edirəm, diqqətli olun ki, burada Vüqar bəyin bu təqdimatı olacaq. Yəni, necə deyərlər, o pul işinə baxan platformanın bünövrəsini qoyan, onu idarə edən bir şəxs buradadır. Yəni, indidən suallarınızı hazırlayın, təqdimatınızı hazırlayın ki, tanışdığınızı hazırlayın, necə tanış olacaqsınız. Artıq yəqin məlumatınız var, universitetin sosial media resurslarında elan gedib. Bir təxminən $3000 bir müsabiqə elan olunubdur. Elə onun əsas iştirak təşkilatçısı Vüqar bəydir. Yəni, süni intellektlə bağlı, kripto sahəsindən bağlı, blockchain-lə bağlı bir startup yarışması elan olunubdur. Universitetin saytlarında siz onu görmüşsünüz, bilmirəm. Artıq start verilib. Ayın 17-sinə qədər vaxtınız var. Birinci yer üçün $1500. Necədir? Normaldır da, elə deyilmi? İkinci yer üçün $1000, üçüncü yer üçün $500. Yəni, artıq siz saytlardan, universitetin saytından, sosial media resurslarından bunu tapa bilərsiniz. Qeydiyyatdan keçin. Ayın 17-sində bunun təqdimatı olacaq və kim qalib gəlsə, onlar təqdim olacaq. Ümumiyyətlə, Vüqar bəyin bizim bir görüşdə də burada elan elədi ki, belə təşəbbüs tez-tez olacaq. Yəni, bu hələ ilkin addımdır. Gələcəkdə indi yəqin bu məbləğlər daha da çoxalacaqdır və biz tez-tez burada yarışmalar keçirəcəyik. Ola bilsin, indi Vüqar bəy yəqin öz təqdimatında deyəcək, universitetlə əlaqələri çox gücləndirmə fikrindədir. Deyək ki, ola bilsin, professor müəllim heyətindən, tələbələrlə əlaqələr çox güclənəcək, təcrübə mübadiləsi nöqteyi nəzərdən, deyək ki, iş yeri baxımından, yəni bizim tələbələrimiz, mən hesab edirəm ki, bu qlobal rəqəmsal platformada iş də tapa biləcəklər. Bir sözdən düşünürəm ki, yəni Vüqar bəy öz ayağından bura gəlib ki, sizdən bir iş birliyi qursun. Buna görə mən Vüqar bəyə buradan təşəkkür edirəm. İndi Vilayət müəllim, əsas bu məsələnin təşəbbüskarı Vilayət müəllimdir ki, bu qlobal rəqəmsal biznes platforması elə bizlikdir. Biz gələcək üçün universitetin tələbələri üçün bundan əlaqələri gücləndirməliyik.
Mən düşünürəm ki, Vilayət müəllim bununla bağlı sözü var. Sözü vermək istəyirəm Vilayət müəllimə. Buyurun, professor. Osman müəllim, dərin təşəkkürümü bildirirəm. Əziz Vüqar müəllim, xoş gəlmişsiniz. Hörmətli professor müəllim heyəti, əziz tələbələr, hamınızı bu qeyri-adi və maraqlı bir görüşdə xoş gördük. Osman müəllim əslində bizim bugünkü tədbirimizin mahiyyətini açdı. Əsas hədəflərdən biri ondan ibarət olacaq ki, bugün biz kriptovalyutalarla bağlı bəzi məsələləri ortaya qoyacağıq. Osman müəllim bunu pul qazanmaq, bu bazara bir addım atmaq və s. kimi qiymətləndirir. Həqiqətən də bu belədir və biz dərin təşəkkürümüzü bildiririk Vüqar müəllimə və bizim üçün də çox xoşdur ki, bizim həmyerlimiz, bizim qabaqcıl gənc mütəxəssisimiz, demək, Bitget birja bu platformanın rəhbəri, icraçı direktorudur. Bu bizim üçün önəmlidir və biz bu görüşdən əvvəl hardasa bir saat ərzində bizim rəqəmsal transformasiya demək qrupumuzun icrasını biz keçirdik bərabər və mən bizim bu şuramızın Rəqəmsal Transformasiya Şuramızın bütün üzvlərinə şəxsən bir rəhbəri Teymur müəllimə dərin təşəkkürümü bildirirəm. Mən düşünürəm ki, bu bizim şuramız bu istiqamətdə çox ciddi addımlar atacaq və burada əlbəttə ki, bizim şuramızın rəhbəri Teymur müəllim də artıq bu istiqamətdə özünün kriptovalyutası var, Mərkəzi Bank artıq bunu qeydə alıb və bu istiqamətdə biz dərin işlər aparmalıyıq. Mən fikrimi çox uzatmayacağım, amma onu bildirmək istəyirəm ki, bu bizə imkan verəcək ki, biz, hörmətli müəllimlər və əziz tələbələr, biz bu istiqamətdə həm silabuslarımızda, proqramlarımızda dəyişiklik eləyək, bu istiqamətdə rəqəmsal, maliyyə texnologiyalarıyla bağlı bəzi demək, fənlər salaq. Eyni zamanda biz bu istiqamətdə dərin elmi tədqiqat işləri aparmaq istəyirik və bu istiqamətdə bizim hədəfimiz ilk olaraq kadr hazırlamaq və bu prosesi dərindən izləmək və bununla bağlı proseslərdə iştirak etmək. Eyni zamanda biz bu istiqamətdə elmi tədqiqatlar aparmaq və inovativ məsələləri ortaya qoymaqdan ibarətdir. Bununla bağlı əslində biz çox geniş işlər aparacağıq və vaxt azdır və bu işdə mən düşünürəm ki, Vüqar bəy bizə lazımi köməklik göstərəcək. Amma əsas ondan ibarətdir ki, biz söhbətimizdə mən ona gördüm ki, Vüqar bəy bizə bir an qədər yaxın olacaq. Çünki mən görürəm, yəni o çox ciddi bir iş adamıdır, çox ciddi bir bu istiqamətdə mütəxəssisdir və bu istiqamətdə bugün universitetdə əgər biz bunu təşkil edə biliriksə, bu an qədər yaxındır. Biz bu istiqamətdə öz işlərimizi formalaşdırmalıyıq. Və bizim bununla bağlı kifayət qədər potensialımız var. Mən artıq sözümü çox uzatmaq istəmirəm. Biz başa düşürük ki, kriptovalyutalar rəqəmsal maliyyə texnologiyaların bir tərkib hissəsi olaraq bu istiqamətdə biz ciddi işlərimizi görə bilirik. Bu həm demək iqtisadçılara, həm bizim texnoloqlara, xüsusən IT istiqamət texnoloqlarımıza aiddir və biz bunun əlbəttə mahiyyətini və imkanlarını görürük. Vüqar müəllim, bir daha xoş gəlmişsiniz. Biz əslində sizi dinləməliyik və gələcəkdə sizlə bərabər bu işə bir təkan verməliyik. Təşəkkür edirəm, çox sağ olun. Bir daha təşəkkür edirəm hamıya, dəyərli professor Osman müəllimə. Başlamazdan qabaq bildirmək istəyirəm ki, adətən həmişə deyirlər ki, Azərbaycandan nə bilim startup çıxmır, kampaniya çıxmır, maliyyə almaq olmur. Ona görə istəyirəm ki, bugün hamıya motivasiyanı geri gətirim ki, bir Azərbaycanlı olaraq elə belə bir startup yarışmasında 2017-ci, 18-ci illərdə mən də universitet tələbəsi olanda magistr təhsil alırdım və özümü üçün yeni bir qapılar açdım sırf kripto dünyasında və bu şirkət qurmaqla bağlı. Və danışmazdan öncə, təqdimat eləməzdən öncə sizə bildirmək istəyirəm ki, ən önəmli vasitələrdən biri odur ki, dünyada kripto sahəsində çalışan insanların 96%-i
kripto ticarəti ilə məşğul deyil. Və bu o deməkdir ki, sizin də kriptoda iş imkanları tapmaq üçün bir tələbə, bir məzun olaraq və ya öz şirkətinizi qurmaq üçün tradingdən başınız çıxmalı deyil və önəmli ikinci məqam budur ki, demək olar ki, yenə də kripto sahəsində çalışan insanların %60-ının kod bilgiləri yoxdur. Yəni bir kod yazmaq imkanları heç biri yoxdur. Ona görə də nə gedib ticarətlə məşğul olmaq lazım deyil, nə də ki, kod yazmağı bilmək lazım deyil. Və bugün istəyirəm ki, növbəti 20-30 dəqiqə ərzində sizə öz şirkətinizi necə qura bilərsiniz mövzusuna toxunum və öz şirkətimi necə qurduğumu anladım. Biz ümumiyyətlə Bitget olaraq işə başlayanda ən önəmli məqamlardan biridir ki, biz nə eləmək istəyirik, dünyadakı nəyi dəyişmək istəyirik və əminəm ki, siz tələbə olaraq təqaüdünüzü bankdan alırsınız, bank kartı vasitəsindən alırsınız və maliyyə sahəsində iştirak edirsiniz və Azərbaycan əslində dünyadakı çox az saylı ölkələrdəndir ki, demək olar istənilən vətəndaş banka gedib çox asan şəkildə bank hesabı əldə edə bilir. Təəssüf ki, dünyanın %60 insanı, 60% insanın bank sektoruna çıxışı yoxdur, bank hesabları yoxdur və bunların 70%-ni qadınlar təşkil edir. Və bu Bitget layihəsini yaratmağımın ən ümdə məqsədlərindən buydu ki, insanlara necə imkan verə bilərik ki, onlar da ödəniş edə bilsinlər, ödəniş əldə edə bilsinlər və maliyyə sektorunda iştirak eləsinlər. Və bunun nəticəsində bugün biz dünyanın ən böyük kripto platformalarından biriyik. 100 milyon istifadəçimiz var və bu 100 milyon istifadəçi 20 milyard dollarlıq əməliyyat edir hər gün. Birinci kvartal ərzində bu ilin biz 2.8 trilyon dollar maliyyə mübadiləsində iştirak etmişik və bu əslində bizi dünyanın ikinci ən böyük kripto birjası ünvanına sahib qılır və əminəm ki, çoxunuz Binance, OKX, Bybit və sair brendləri, bizim rəqib şirkətlərimizi də tanıyırsınız. Və bizim ümumiyyətlə ən böyük, önəmli qılan məqsədlərdən biri odur ki, bizim 100 milyon istifadəçimizin olmağı əslində bizim ekosistemimizə fərqli balaca və orta startaplar tərəfindən yönləndirilmişdir. Çünki bizim təqdim elədiyimiz bütün məhsullar, bu rəqəmsal təbii ki məhsullar, istər bu kripto cüzdan olsun, istər Layer 1 və ya Layer 2 dediyimiz birinci və ikinci qat infrastruktur layihələri olsun. Hamısı əslində dünyanın fərqli universitetlərindən bizə gəlib çıxmış layihələrdir ki, ya onlara yatırım yapmışıq, ya onlar hansısa bir startup pitchin qalibi olublar və bu startupdan gəlib böyük şirkətə çıxmaqlarına qədər biz kömək eləmişik bu insanlara. Və Bitgeti də mən əslində Harvardda olanda bu ideya mənə gəlmişdi və 3 digər həm təsisçi ilə bərabər bu layihəni bir yerdə icra eləməyə başlamışıq. Və qürur hissə demək istəyirəm ki, əslində bu il mən eyni zamanda Bitgeti case study olaraq Harvard Universitetinin həm biznes məktəbində, həm də iqtisadiyyat fakültəsində tətbiq etməyə, dərs deməyə başlamışam. Və deməyim odur ki, bir tələbə olaraq əslində özünüzdə olan o gücü və inamı istəyirməlisiniz ki, biz necə başlayıb bir şirkət qura bilərik. Çünki məzun olandan sonra adətən insan gedir iş axtarmağa. Ona görə nə qədər ki tələbəsiz, çalışın öz biznes ideyanızı və ya bir biznes fikrinizi yaratmağa başlayın. Və çox önəmli bir məqam var ki, biz Bitget layihəsini yaradanda artıq Binance var idi, Gate.io var idi və bir çox şirkət var idi bazarda. Və düşünürük ki, nə edə bilərik ki, biz yenilikçi olaq. Təəssüf ki, adətən startup sahəsində insanlara aşılayırlar ki, sizin çox innovativ bir fikriniz olmalıdır, dünyada olmayan bir nəyisə kəşf eləməlisiniz. Əslində bu heç də elə deyil. Və bunun ən gözəl nümunələrindən biri, mən həmişə deyirəm ki, görün Bakı şəhərində nə qədər balaca kafe, restoran və dönərçi var. Əslində heç kim yeni bir yemək kəşf eləmir, sadəcə mövcud olanı mükəmməlləşdirməyə çalışır. Eyni şeyi də biz eləmişdik. Birja fəaliyyətə başlayandan sonra əslində bir 2 il düşündük ki, biz nə edə bilərik ki, çox fərqlənək bazarda olan iştirakçılardan və nəticədə biz copy trading dediyimiz kopya tradeini bazara sunduq və bu bizim ən gözəl fikrimiz, 2 ən gözəl fikrimizdən biri olaraq məncə tarixə düşdü və bugün bizim 200 mindən çox sadəcə kopya trading ilə məşğul olan traderimiz var. Amma əməkdaşlığımız bununla qalmırdı.
dünya çempionatından öncə biz qərar aldıq ki, futbol əfsanəsi Lionel Messi ilə tərəfdaşlıq eləyək. Və Lionel Messi ilə tərəfdaşlığımız çox düzgün bir adım idi. Çünki nəticədə Argentina komandası qalib gəlmişdi və biz hardasa 20 milyona yaxın istifadəçini sadəcə bu reklam sahəsində qazanmışdıq. Amma bizim investisiyalarımız bununla qalmır. 3 il öncə Bitkip adında bir layihə var idi Hong Kongdan. Onlar gəlmişlər, yenə bir startup pitch layihəsində bizə pitch eləmişlər öz fikirlərini. Onlara kiçik bir maliyyə yatırmışdıq və 3 il ərzində bizim əməkdaşlığımız davam elədi və sonunda biz 30 milyon dollar yatırım yaparaq onların cüzdanını öz şirkətimizin tərkibinə qatdıq və bu 30 milyon dollar investisiyasının nəticəsində bugün Bitkipi Bitget tətbiqi olaraq bazara sunuruq və dünyada yenə 60 milyondan çox istifadəçimiz var. Əslində bir layihəni başlayanda siz bir ekosistem olaraq düşünməlisiniz və düşünməlisiniz ki, başladığınız layihə ilə daha haralara gedə bilərsiniz. Məsəl üçün, bizim bugün 100 milyon dollarlıq bir investisiya fondumuz var, bizim bugün xəbər mediamız var, bizim bugün özümüzün elmi araşdırmalar eləyən xüsusi araşdırma bölməmiz var və universitet rəhbərliyindən, cənab professordan da biz qərar almışıq ki, artıq tələbələrə də bu imkanları sunaq ki, gəlib bizim datamızdan istifadə eləsinlər. Çünki bugün dünyanın ən dəyərli, məncə, maliyyədən də önəmli olan vahidi sırf datadır. Amma data ilə də qalmır, ümumiyyətlə bir layihəni quranda düşünmək lazımdır ki, ən önəmli iki məqamdan biri şəffaflıq və təbii ki, təhlükəsizlikdən irəli gəlir. Və mən şəffaflıq və təhlükəsizlik mövzusundan danışanda texnologiyanın önəmini vurğulamaq istəyirəm. Tutaq ki, bugün siz Mərkəzi Bankda çalışsanız və ya balaca bir restoran işlətsəniz, ən önəmli vasitələrdən biri şəffaflığı təmin etməkdir. Və şəffaflıq dediyim, burada maliyyə hesabatlarıdır, burada məsəl üçün böyük bir liman da idarə etsəniz, balaca bir ailə iqtisadiyyatı da idarə etsəniz, önəmli olan siz bunu necə təşkil edəcəksiniz. Və bilirəm ki, universitetdə də sırf həm kiber təhlükəsizlik, həm də kompüter mühəndisliyi ixtisasları var. Önəmli vurğulardan biridir ki, bizim proof of reserve dediyimiz, yəni ehtiyatların şəffaflığını tətbiq edən bir sistemimiz var. Merkle Tree sistemidir. Gələcəyin ən potensiallı işlərindən biridir. Əgər blok zəncirindən maraqlanırsınızsa, mütləq gedib Merkle Tree-ni araşdırmağınızı sizə tövsiyə edirəm. Çünki bu sistem vasitəsilə biz əslində hər ay öz istifadəçilərimizə göstəririk ki, onlar bizim platformaya nə qədər pul yatırdıblar və o pul hardadır. Məsəl üçün, bugün siz zəng gəlib öz bankınızdan soruşa bilməzsiniz ki, sizin hesabınızda olan 10 bin dollar hardadır və ya varmı, əgər o bankın aktivləri sırasında. Amma biz insanlara şəffaf şəkildə göstərə bilərik ki, sizin platformada olan pulunuz hardadır və o necə saxlanır və nə zaman onu istədiyiniz zaman necə onu əldə edə bilərsiniz. Və bizim ən önəmli məqamlardan biri budur ki, %30, yəni 130% civarında bir proof of reserve-ümüz var. Bu o deməkdir ki, əgər bugün bütün 100 milyon müştəri olan pullarını sistemdən çəkmək istəsələr, bizim 30% daha çox pulumuz qalacaq. Və bu bizi banklarla müqayisədə daha stabil və şəffaf qıla bilir. Amma kiber təhlükəsizliklə bugün mövzusunda müzakirə aparırdıq professorlarla. Kiber təhlükəsizlik çox önəmli mövzudur və bilirəm ki, Azərbaycan dövlətinin sırf bununla bağlı bir çox layihəsi var, təhsillə bağlı. Bizim kiber təhlükəsizliyə çox maraqlı bir yanaşmamız var. Biz bugün dünyanın ən güclü institutlarından və təşkilatlarından bilirik ki, bizi heç bir zaman həkk eləyə bilməyiblər. Protokollar yerindədir. Demək olar, dünyanın bütün aparıcı kiber təhlükəsizlik şirkətlərindən çalışırıq və durmadan kiber təhlükəsizlik professionallarını işə cəlb etməyə çalışırıq. Amma bizim yarım milyard dollarlıq bir fondumuz var. Bilirik ki, hər an hər şey baş verə bilər, texnologiya çox sürətlə dəyişir və əgər bir gün bizim kimsə həkk edə bilsə, biz müştərilərimizə təbii ki, bu pulu geri qaytaracağıq. Və həklərdən söz düşmüşkən, bilmirəm aranızda nə qədər hacker var. Bizim çox gözəl bir həkk layihəmiz var. Buna ağ papaqlı hackerlər deyirlər. Yəni, siz gəlib sistemi həkk eləməyə çalışırsınız və əgər həkk eləyə bilirsiniz, 1 milyon dollara qədər bir pul mükafatı əldə edə bilirsiniz. Və
Mən 2 il öncə bu hacker community-sinə dostluq quranda gördüm ki, çoxlu sayda zəngin insan var və bunların elədiyi iş sadəcə başqalarının layihəsini, başqalarının məhsulunu hackləməyə çalışmaqdır. Ona görə də düşünürəm ki, xüsusən də aranızda kiber təhlükəsizlik üzrə təhsil alan varsa, mütləq tədbirin sonunda mənə yaxınlaşsın. Bəlkə həyatınızın növbəti $1 milyon bizdən qazana bilərsiniz. Və $1 milyon. Sistemi hack eləyə bilən insana. Və orada balaca çoxlu bounty'lər var. Yəni, haradasa $5.000 artı gedir. Sistemi hack eləyə bilən insana $1 milyon götürün, gedin, nə istəyirsiniz eləyin. Bu yaxınlarda bizim rəqib şirkətlərdən biri $750.000 pul ödəyib. Onları haradasa $7-8 milyon səhv edəmirəmsə hackləmişdilər. Amma əməkdaşlığımıza gəldiyində Leonel Messi'ni vurğuladığım, görürəm ki, çox sayda bəy var auditoriyada. Biz La Liga, İspanya futbol çempionatının sponsoruyuq və əgər kimsə Real Madrid və Barcelona maçını izləmək istəyirsə, mütləq o maça da bilet qazana bilərsiniz. Önəmli olan isə məhsulun inkişaf elətdirməkdir. Bilirəm ki, auditoriyada tələbələr çoxdur və trade mövzusu ən önəmli mövzulardan biridir. Biz sürəkli bununla bağlı təhsil istiqamətimiz də var. Eyni zamanda Texniki Universitetinin əməkdaşlıq nəticəsində istəyirik ki, bunu tərcümə edib Azərbaycan dilində də bu imkanları sövq eləyək. Mayın 17-sində həm startup yarışmasının finalı var, həm də sırf tradinglə maraqlanan insanlar üçün mütləq araşdırın. Bizim gözəl bir tədbirimiz var və bugünkü tədbiri istəmirəm trade mövzusuna diqqətləri yönəldim. Amma bir birja olaraq əlbəttə ki, bizim gəlirlərimizin ən böyük hissəsi tradedən gəlir və bunun da ən qabaqcıl texnologiya sahəsində eləyə bilirik. Məsəl üçün, mən gəlməzdən qabaq araşdırırdım Azərbaycanda bankların illik faizini. Biz bugün şirkət olaraq 20% illik gəlir verə bilirik depozitorlara. Azərbaycandakı ən maksimum məbləğ isə Azərbaycan manatı ilə 14%-dir. Və düşünün ki, siz dollar məbləğində bunun daha da üstünə çıxa bilərsiniz. Kopi ticarətdən danışdım. Bu bizim ən önəmli məhsullarımızdan biridir və ən innovativ məhsullarımızdan biridir. Əslində biz nə birja ideyasını ilk ağlımıza gəlməyib, nə də ki copy trading. Əslində biz copy tradingi eToro kimi başqa platformalardan, səhim bazarında olan platformalardan kopyalamışdıq. Və düşünsəniz, kripto və copy trading əslində iki fərqli məhsulu gətirib bir araya cəmləyərək yeni bir fikir ortaya çıxarmışıq. Ona görə də başdan da vurğuladığım kimi, əgər bir biznes fikriniz varsa, bunu eləməkdən qorxmayın. Siz iki fikir bir yerə cəmləyərək yeni bir məhsul ortaya çıxarda bilərsiniz və bunun üçün yenidən innovativ və unik bir şey kəşf etməyə heç bir ehtiyac yoxdur. Amma yox, əgər deyirsinizsə ki, mən heç də fikirləşmək istəmirəm, çox gözəl bir məhsulumuz var, mənim ən sevdiyim məhsuldur. Bu məhsul nədən ibarətdir? Buna principal guaranteed dediyimiz, yəni qoyduğunuz investisiyanın geri qayıtmasını, qarantiyasını sağlayan bir investisiya vasitəsidir. Bu, bazara yeni daxil olan məhsullara investisiya eləməkdir. Və proses necə baş verir? Deyək ki, sizin bir startup ideyanız var və bu startup ideyanı gətirib böyük 100 milyon insanlıq bir kütləyə təqdim edirsiniz və bu insanlar deyirlər ki, mən $10, mən $20, mən $30 güvəncəmin simvolu olaraq bu 7 günlük bu şirkətə yatırmaq istəyirəm. Və 7 günün sonunda öz pullarını geri çəkirlər və sizin şirkətin tokenlərini əldə edirlər, kiçik səhmlərini əldə edirlər, hissələrini əldə edirlər və bununla da sizin dəstəkçinizə çevrilirlər. Əslində, bu mexanizmlə biz yeni startuplara istifadəçi qazandırırıq. Və düşünün ki, əgər sizin layihəniz qalib olursa, siz daha çox istifadəçi sizə əl çatan olur və bunun nəticəsində investisiyalar qatlanaraq gedir. Ona görə bugün bir layihə yaratmaq fikrindəsinizsə, siz hər zaman düşünməlisiniz ki, bunu insanlara necə asan şəkildə çatdıra bilərsiniz və özünüzə çoxlu istifadəçi qazandıra bilərsiniz. Amma elmi tədqiqatlar, yenə dediyim kimi, bütün bunların kökündə durur və biz token dediyimiz rəqəmsal vahidlərin idarə etməsi üçün UCLA Universitetində mən makroiqtisadiyyat dərsi keçirəm. Və bu iqtisadiyyat dərsində əslində tələbələrlə biz bütün semestr boyu portfolio yaradırıq, tokenlərimizi alırıq, satırıq, idarə edirik və semestrin sonunda əslində ən çox pul qazanan, necə deyərlər, qalib olur və pulu özündə saxlayır.
ümid edirəm ki, gələn semestrdən biz belə bir dərsi də burada da keçə bilərik. Çox əyləncəli bir mexanizmdir və edərək öyrənmək metodologiyasına əsaslanır. Ümumiyyətlə, məncə təhsilin ən önəmli vasitələrindən biri edərək inkişaf eləməkdir və bu dərsi mən nəyə görə keçirəm? Əslində, bizim özümüzün şirkətinin yaratdığı BGB token dünyanın ən sürətlə inkişaf edən tokenidir. 4 il bundan qabaq biz tokeni bazara sürəndə harca qiymətimiz 8 sentin altındaydı. Bugün 8.5 dollardır. 100 qat qazanc əldə eləmişik və bizim tokenə sahib olan insanların 94%-i əslində xeyirlə yəni maliyyə vəsaiti qazanıb bu token nəticəsində və əslində bu rəqəmləri götürərək mən universitetdə dərs deyirəm və istəyirəm ki, bu imkanlar daha da çoxalsın və siz əgər bir kripto layihə yaradacaqsınızsa mütləq mənlə əlaqə keçin. Çünki dünyanın tokenomics üzərindəki ən məşhur professorlarından sizi birbaşa əlaqələndirə bilərəm və siz dünyanın ən güclü tokenomics'ına sahib startapa sahib ola bilərsiniz və bu tamamilə pulsuz baş verəcək. Ümumiyyətlə, bugünkü görüşümüzün ən böyük məqsədi ondan ibarətdir ki, istəyirəm ki, Azərbaycanın tələbələri çox kömək eləyim və dünya ilə necə deyərlər, bir zəncir şəklində əlaqə yaradaq. Çünki Osman müəllim məncə əslində mən 18-19 yaşım olanda 10 illər öncə Azərbaycanda Barkamp deyə bir yarışma var idi. İlk dəfə Osman müəllimlə orada tanış olmuşduq və Osman müəllimin internetə olan marağı və əslində universitetə necə öz pulu hesabına, kabellərlə internet çəkdirdiyini, daha sonra necə öz vəsait hesabına kripto dünyasına giriş edib burada öyrənməyə çalışdığını biləndən sonra mənim üçün çox böyük motivasiya olmuşdu və bugün çox xoşbəxtəm ki, belə bir iş birliyini də bərabər idarə edə bilirik və çox ümidvaram ki, gələn semestrdən Azərbaycanda blockchain təhsilindən böyük fikirlər yarada bilərik. Və yadınızdadırsa mən demişdim ki, 2018-ci ildə biz layihənin əsasını qoyanda ən böyük məqsədimiz insanların maliyyə imkanlarını genişləndirmək və insanların bank sisteminə, ödəniş sisteminə olan qapısını açmaq idi və bugün əslində biz bu məqsədə çatmışıq. Çünki bank hesabı olmadan siz bank kartına sahib olub kripto varlıqlarla ödəniş edə bilərsiniz və bugün dünyada 100 milyon bitget istifadəçisi bank hesabı olmadan dünyanın bank sistemində iştirak edə bilir və bu sadəcə ödənişlərdən ibarət deyil. Yəni bu sadəcə sizin pul ödəmək qabiliyyətiniz deyil, eyni zamanda bu ödəniş qəbul etmək qabiliyyətinizə də kömək eləyir. Və yadınızdadırsa mən dedim ki, belə bir layihələrdən bir neçə il öncə bizə gənclər gəlib öz cüzdan fikirlərini irəli sürmüşdülər və biz də nəticədə onlara o qədər inanmışdıq ki, 3 il ərzində 30 milyon dollar investisiya eləmişdik. Bugün həmin cüzdan dünyada MetaMask və Trust Wallet-i də keçərək ən çox yüklənən cüzdanlardan biridir və 60 milyon istifadəçimiz var və getdikcə də sürətlə inkişaf edir. Ona görə demək istəyirəm ki, bəlkə də bilmirəm, 3000 dollarlıq bir mükafat fondu sizə az gələ bilər və ya düşünə bilərsiniz ki, sizin ideyanız yetərincə innovativ deyil və ya düşünə bilərsiniz ki, Azərbaycandan kimsə çıxıb bir layihə irəli sürə bilməz. Demək istəyirəm ki, 30 milyon dollar gözümüzün önündə investisiya alanlar olub 3 il ərzində və təbii ki, sizin də bəlkə dünyanın növbəti milyoneri olmaq imkanınız bugündən başlayır. Və innovasiyadan danışdığımızda, yeni layihələrdən danışdığımızda və iş imkanlarından danışdığımızda təbii ki də əgər belə gözəl bir ideyanız yoxsa və ya deyirsiniz ki, mən sahibkardan çox işçi olmaq istəyirəm, Bitgetdə 100-dən çox bu dəqiqə aktiv vakansiya var və 1800 işçimiz var dünyanın 60 ölkəsində. Professora da deyirdim ki, kriptonun ən gözəl yanlarından biri odur ki, bu insanlar bayaq da dediyim kimi 90% tradinglə də məşğul olmur, kod da yazmır, hüquqçusundan maliyyəçisinə, kompüter mühəndisindən kiber təhlükəsizlik mühəndisinə qədər işçilərimiz var və bu işçilər full remote çalışırlar. Dünyada 5-6 dənə ofisimiz olsa da demək olar heç kim ofisə gəlmir və gəlmək də istəmir. Bu da sizə o imkanı sağlayır ki, əslində siz Texniki Universitetin tələbəsi və ya məzun olaraq Bakıdan, Azərbaycandan çıxmadan dollar və ya bitcoin bazında maaş ala bilərsiniz. Layihədən və məhsuldan danışdım, innovasiyadan danışdım. Bizim 2 ən gözəl sosial məsuliyyət layihəmiz var. Bunun biri gənclər üçün blockchain, biri də xanımlar üçün blockchain layihəsidir. Bu blockchain layihələrindən danışanda mən bugün çox fəxr hissinə bildirmək istəyirəm ki, əslində
Texniki Universiteti dünyanın 60 digər universitetinə calayan böyük bir şəbəkəyə daxil etmiş olduq. Bu həm professorlarla arasında əlaqə, həm universitetlər arasında əlaqə, həm sonsuz təqaüd imkanları sağlayacaq və eyni zamanda çalışacaq ki, bir adət şəklində hər rüb, hətta hər ay fərqli startup layihələri iləri sürək. Gənclər üçün layihələrimiz çoxdur və bu 10 milyon dollar, 5 il ərzində 10 milyon dollar investisiyadır. Hər il 2 milyon dollar investisiya edirik. Eyni zamanda xanımlar üçün çox özəl bir layihəmiz var. Bu da xanımlar üçün blockchain layihəsidir. Sırf bu ilin başlanğıcına yarım milyon dollar investisiya eləmişik və ən gözəl tərəfi odur ki, xanım sahibkarları dünyada milyon dollar üzərində şirkət qurmuş digər xanım sahibkarlarla calayırıq və bu proses çox bəhrə verir. Biz layihəni 2 il öncə yaradanda bizə Sisiliya adına bir xanım yaxınlaşmışdı. Xırda, balaca belə, yəni baxsanız heç düşünməzdiniz ki, bu xanım bir layihə qura bilər və kompüter mühəndisliyi məzunu idi. Bugün biz o Sisiliyaya 10 milyon dollar investisiya eləmişik və Sisiliya Layer 2 dediyimiz ikinci şəbəkə Ethereum üzərindən əməliyyatlar idarə edən bir sistem qurub və dünyanın ən aparıcı qadın sahibkarlarından biridir və şəbəkəmizdə çoxlu qadın sahibkar var. Ona görə də zalda da görürəm çoxlu xanım tələbələrimiz var. Mütləq əgər bir ideyanız varsa onu bizə təqdim eləyin və sizin o investisiya qazanmaq şansınız ən azı 2-3 dəfə çoxdur və yenə də dediyim kimi bizim elədiyimiz hər iki layihədə elədiyimiz investisiyalar sırf no string attached dediyimiz, yəni bizi bir-birimizə bağlamayan investisiyalardır. Bu investisiyalar bir dəfəlik sizə ödənilir və biz o pulu hara xərclədiyimizə belə nəzarət etmirik. Bu bilirəm ki, bu standart bir tətbiq deyil. Bugün Azərbaycanda və dünya harasında da olub investisiya alsanız, mütləq sizə o pulları nə edəcəyinizi soruşurlar. Amma bizim belə bir qayğımız yoxdur. Çünki biz investisiya elədiyimiz insanlara güvənirik və onların hansı imkanları qazanacaqlarını və hansı imkanlarını itirəcəklərinə də əmin olduğumuza görə bilirik ki, siz o pulları düzgün yerə xərcləyəcəksiniz. Və bizim bir cycle prosesimiz var. Sizə yenə dediyim kimi, ilk investisiyadan son investisiyaya qədər sonsuz bir maliyyə dəstəyi göstərə bilərik. Bu hardasa 1500 dollarlıq ilk investisiyadan başlayıb 30 milyon dollara qədər arta bilən böyük bir sxemanı özündə ehtiva edir. Amma hər şey təbii ki, pul deyil. Əgər bugün bir fikriniz varsa, sizə o fikri iləri sürmək üçün, o fikri mükəmməlləşdirmək üçün istər mentorluq proqramı olsun, istər fərqli konferanslarda gedib onu təqdim etmək olsun, istər də bu layihələri artıq icra etmiş uğurlu sahibkarlarla sizi calamaq olsun, olan belə 5 hissəli böyük bir proqramımız var və bunun ən önəmli cəhəti budur ki, siz əslində maliyyə yatırımı eləyərək öz şirkətinizi qurursunuzsa, sizi başqa bizim şirkətin məzunları ilə də calaya bilərik. Və bütün bunların nəticəsində mənim öz təşəbbüsümlə olan bir neçə dənə çox önəmli etaplı layihələrimiz var. Təbii ki, bunların ən biri və ilki, ən böyüyü mənim üçün hazırdakı iş imkanlarıdır. Xüsusən də bir məzun olaraq bilirəm ki, sizin böyük bir probleminiz olacaq iş tapmaq və ya ürəyiniz işləyən işi tapmaq. Və buna görə də düşünürəm ki, internetin olduğu bir əsrdə öz şəhərinizə, öz ölkəvizə bağlanmaq məcburiyyətində deyilsiniz. Təbii ki, gəlib Bitketdəki 100-dən artıq vakansiyadakı iş imkanları ilə maraqlana bilərsiniz. Yox, amma haradan başlayıb, harada qutaracağınızı bilmirsinizsə, mənim özümün idarə elədiyim bir təcrübə proqramı var. 4 rübdən ibarətdə hər kvartal deyək. Hər kvartal bir neçə dənə tələbəni proqrama cəlb edirik. Maksimum 100 nəfər. 3-4 ay bərabər onlayn çalışırıq və sonunda ən uğurlu tələbələri mən Dubaydakı ofisimizə işləməyə dəvət edirəm və bununla da təcrübə proqramının kulminasiyasına yetişmiş oluruq və Osman müəllimə də deyirdim ki, mən özümdə tələbə olmuşam. Yəni tələbəliyin əyləncəsindən iş həyatına keçəndə biraz adama depressiya gəlir ki, necə ki, universitetə gəlirsiniz, imtahan verirsiniz, işdə də sonsuz bir sıklığınız olur, nə bilim, hesabat verməlisiniz, məhsul, əranızda koder varsa bilirsiniz ki, 14 günlük cycle-la çalışacaqsınız, 2 dəfə deployment eləyəcəksiniz, buglar, debuglar və s. Bütün bunların problemlərini aradan qaldırmaq üçün biz çoxlu əyləncəli işlər görürük. Məsələn, bizim ofisimizdə bir ping-pong masamız var, PlayStation'ımız var. Amma
ən son rübdə gələn tələbələrlə biz gedib paraşütdən atlanmışdıq vertolyotdan və çox gözəl bir maraqlı təcrübə olmuşdu. Eyni zamanda hər kəsin stresslə, qorxusunu necə idarə elədiyini də öyrənmişdik. Onun üçün hardan başlayacağınızı bilmirsinizsə və ya təcrübə ehtiyacınız varsa, mütləq məni LinkedIn-də, Instagramda, Twitterda bir yerdə tapıb bizim bu layihədə iştirak eləməyinizi çox istəyərdim. Və ya part-timersinizsə bizim Bitget Builders dediyimiz, bunu Azərbaycan dilində Bitget qurucusu kimi tərcümə eləmişəm. Əminəm ki, bu düzgün tərcümə deyil. Bitget Builders proqramını araşdırın. Hazırda 5000-i aşan qurucumuz var. Bu bounty proqramlarına bənzəyən bir iş imkanıdır və part-time iş imkanıdır. Burada nə müdürünüz var, nə sizə o işi gör, bu işi görmə deyən yoxdur. Sadəcə bəlli tapşırıqları seçib tapşırıqları həyata keçirirsiniz və hər tapşırıq üçün $500 pul mükafatı alırsınız. Mənim Yunanistandan, Türkiyədən builderlarımız var. Hardasa ayda $2000 yaxın pul qazanırlar və ortalama qazanc $1000'dır. Bilirəm ki, İngiltərə üçün və ya Amerika üçün böyük pul olmasa da Azərbaycan, Latin Amerika ölkələri, Cənub Asiya üçün kifayət qədər gözəl bir məncə investisiyadır. Xüsusən də nəzərə alsaq ki, bu bir part-time iş imkanıdır. Sizə Blockchain for Use, gənclər üçün blockchain və xanımlar üçün blockchain layihəsini izah elədim. 2 dənə $10 milyon fondumuz var. Bizim əslində verə biləcəyimizdən daha çox pulumuz var. Ona görə də ən maraqlı ideyalarınızı mütləq bizimlə paylaşın. Bu həm startup layihəsi ola bilər, həm də ki, yenə dediyim ki, mən LinkedIn-də tapıb öz fikrinizi mənə göndərsəniz, yəqin ki, sizin, yəni əgər bir ideyanız varsa, bunun üçün startup gününü gözləmək lazım deyil. Amma startup gününü gözləyirsizsə, məncə bu gündən öz layihələrinizi bizə irəli sürə bilərsiniz. Məzunlar üçün 30 sürətli iş proqramımız var. Xüsusən də aramızda 4-cü kurs tələbələri varsa, məzun olmağa hazırlaşırsınızsa, bu iş imkanı ondan ibarətdir ki, 30 nəfəri hər il biz full-time işə götürürük və full-time profesional bir pozisiyadan işə başlayırsınız yüksək maaşla və bunun üçün gedib təcrübə keçmək, bilməm, haradasa kiçik mütəxəssis olaraq pozisiyadan başlamağa ehtiyac yoxdur. Full stack developersinizsə bir full stack development işinə başlayırsınız, marketing müdürü olmaq istəyirsinizsə marketing müdürü olursunuz. Və ən son bildirdiyim kimi $100 milyon fondumuz var. Bu artıq 5-ci ildir, haradasa $500 milyard investisiya eləmişik. Bu isə bizimlə çox öncədən başlayıb o kiçik startup ideyalarından gələn və zamanla böyüyən startuplara yatırdığımız yatırımlardır. Burada $30 milyon ton ekosistemdə olan layihələrə yatırmışıq və bir çox layihələrə böyük investisiyalar eləmişik. Ən böyük investisiyamız haradasa $40 milyon olub, bir dəfəlik investisiya və ortalama check ölçüsü dediyimiz check size. Bilirəm ki, burada Azərbaycandan da böyük maliyyə investisiyaları alan yatırımcı, startupçı dostlarımız var. Ən kiçik çek sayımız isə $250 min üzərindədir. Bu o deməkdir ki, siz əgər hansısa A seriyalı bir layihəyə pul toplayırsınızsa, biz həm lead investorimiz ola bilərik, həm də 250 milyonla 30 milyon, 35 milyon dollar arasında sizə maliyyə yatırımı eləyə bilərik. Mənim təqdimatım bura qədər. Bu QR kodu skan eləyərək öz fikirlərinizi bizə göndərə bilərsiniz. Əminəm ki, universitetin web saytında da bundan bağlı bir xəbər var idi. Bugündən başlayaraq 12 gün ərzində 17 maya qədər öz layihələrinizi bizə təqdim eləyə bilərsiniz. Və birinci yerin qalibinə $1500, ikinci yerin qalibinə $1000 və üçüncü yerin qalibinə $500 yatırım edəcəyik. Və yenə dediyim kimi, pulu əldə edib nəyə xərcləməyiniz sizin özünüzdən asılıdır. Amma ümid edirəm ki, layihənizi daha da mükəmməlləşdirib ikinci, üçüncü, dördüncü sikl bizim startup yarışmamızda iştirak edəcəksiniz. Və bu Texniki Universitetin tələbələri üçün hazırlanmış özəl bir proqramdır. Ona görə də mütləq gəlin iştirak eləyin və biraz FOMO hissi eləmək istəyirsinizsə, deyim ki, artıq universitetin saytında xəbər dərc olunandan bu günə qədər 5 startup öz ideyalarını təklif eləyiblər. Amma heç vaxtda gec deyil. Yenə də dediyim kimi, belə dünyanı dəyişəcək, ən unik ideyaya sahib olmaya bilərsiniz. Önəmli olan öz biznesinizi qurmaq hissidir. Əgər gözəl bir fikriniz varsa, xüsusən də bilmirəm, mənim üçün ən maraqlı olan kodingdir, kompüter mütəxəssisləridir, GitHub-da öz profili olan və kodlama ilə məşğul olan iştirakçılardır. Əgər gözəl bir fikriniz varsa, mütləq mənimlə əlaqə saxlayın, mütləq QR kodu skan eləyib
bu layihədən iştirak edeyim və görəm ki, Osman müəllim də gəlir. Onun əminəm ki, ürəyi doludur. Xüsusən də Azərbaycandakı startap şirkətlərini, Azərbaycanda hətta bilirəm ki, startap şəhadətnaməsi üzrə də Osman müəllim ən önəmli, necə deyirlər, jüri münsif heyətindən biridir. Təşəkkür edirik, təşəkkür edirik. Çox sağ olun Vüqar müəllim. Vilayət müəllim də dərhal mənim qulağıma pıçıldadı ki, çox yaxşı çıxış elədi, uşaqlar üçün çox faydalı oldu. Necə oldu uşaqlar? Əsas o söhbət puldan gedəndə həmişə yaxşı olur da, pul hardadır deyə. Mən də baxdım, orada o qədər milyonlardan danışdı, özüm də həvəsləndim. Təşəkkür edirik Vüqar bəy. İndi bizim rəqəmsal şuranın üzvlərindən kiminsə sözü vardı mı? Teman müəllim, nəsə deməyə istəyirdinizmi? Gəlin rəqəmsal şuranın sədri olaraq siz də bir şey deyin. Siz də həm bilsinlər universitetin rəqəmsal şurasının rəhbərisi. Hamınızı salamlayıram. Bu görüşün təşkilinə görə hörmətli professorumuz Vilayət müəllimə təşəkkürümü bildirmək istəyirəm, Osman bəyə bildirmək istəyirəm. Doğrudan da çox gözəl bir gündür, həqiqətən də. Yəni, hətta mən belə 60 plus yaşı olan bir adam da həyəcanlanmışam. Yəni, bu sevinç. Yox, vallahi, məni milyonla təəccübləndirə bilməzsiniz. Söhbət ondan getmir, amma doğrudan da həmişə bizim arzumuz olub ki, gəncləri, universitetdə oxuyanları, onlarla görüşək, onları texniki səviyyəsini, finans biliklərini, maddi tərəfini artırmaq fəaliyyətlərini gücləndirək və təhsil sahəsində bu işlər görülsün və son illərdə universitetin işləri həqiqətən də bu sahədə gedir və bir məktəb olaraq, tədris bir sahəsi olaraq sənayeyə, biznesə, həyata bağlamaq, yəni yaxınlaşdırmaq, yəni tədris xatirinə yox, onun sırf Amerikada olduğu kimi, Avropada olduğu kimi aparıcı universitetlərdə sırf praktiki tərəfini, yəni həqiqətən də Vilayət müəllimi gördüyü işlər çox böyükdür burada. Çox şadıq ki, belə bir həmyerlimiz var və böyük dünya birjalar sırasında ilk üçlüyə daxil olan bir birjadır. Yüzlərlə birja var, bəlkə də mindən çoxdur. Təsəvvür edin ki, bu qədər bəxtimiz gətirib, Vüqar bəyə də çox dərindən təşəkkürümü bildirmək istəyirəm. Təşəkkür edirəm Osman bəy, sağ olun. Çox sağ olun Teymur müəllim, siz sağ olun ki, Rəqəmsal Şuranın rəhbəri olaraq bizim universitetin biznes sahəsindən əlaqələrinə bizə yaxından kömək edirsiniz. Çox sağ olun. İndi uşaqlar, siz suallarınızı hazırlayın. Vüqar bəyə, mən Elnur bəyə bir söz verim. Sözü var dedim. Buyurun. İlk öncə salamlayıram bütün tələbələri və müəllim heyətini. Siz hətta sizi xoşbəxt tələbələr adlandırırlar ki, universitet rəhbərliyi, başda vilayət müəllimi olmaqla, Osman müəllim olmaq. Təşəkkür edirəm Vüqar bəyə ki, o təqdimatı keçirtdi. Sadəcə bir nüans demək istəyirəm. Mən özüm 2000-2004 məzun olmuşam. Bizim vaxtımızda belə şərait yox idi. Bu cürə informasiya bolluğu yox idi. Yəni, hər bir xırda şeydən yapışırdıq ki, gedək iş tapaq və yaxud da ki, evdən çıxmadan, əsas işdən ayrılmadan pul qazanmaq imkanıdır bu uşaqlar. Bunlardan istifadə edin. Bu cürə imkanlardan müasir dövrdə dil öyrənin, proqram təminatları öyrənin və bu cür proyektləri izləyin. Və gələcəyin texnologiyasıdır, gələcəyin maliyyə savadlığı və maliyyə asıllığından evdə valideynlərindən asılı olmadan pul qazana bilərsiniz buna. Bu şansı buraxmayın. Sadəcə tövsiyəm budur. Təşəkkür edirəm. Çox sağ olun. İndi sual-cavablara başlayaq. Kimin sualı vardı? Vüqar bəy, zəhmət olmasa bura gəlin. Buyurun, bunu verim sizə. Kimin sözü, sualı vardı? Buyurun. Bir daha sizi salamlayıram, təşəkkür edirəm çox böyük əla tədbir üçün. Sualım belə idi ki, bu olan startaplar layihələr içində sırf kriptoya yaxın, yəni süni intellektlə işləyən startaplar olmalıdır, yoxsa hər hansı bir startap olmağa kifayətdir? Ümumiyyətlə, 3 əsas istiqamətdən biri kripto, süni intellekt və verilənlərin idarə edilməsi. Amma əgər düşünürsünüzsə ki, fikriniz çox maraqlıdır, təbii ki də göndərə bilərsiniz. Sağ ol.
Yenidən sizi salamlayıram. Özünüz də neçə ildir kripto oynayırsınız? Sözüm oydu ki, Bitcoin dominansı hal-hazırda 64-dür. Siz də 2025 il ərzində 40-44 səviyyəsinə düşə bilərmi? Yəni bunu Əslində düşmək deyil, harasa 250 min dollara qədər yaxlaşmalıdır önümüzdəki ildə. Və mən hər zaman deyirəm ki, ümumiyyətlə kriptovalutalarının qiymətini biz dollar bazında götürdüyümüz üçün düşünürük ki, onların dollara görə qiyməti qalxır və ya düşür. Amma maliyyə ilə məşğul olan insanlar bilir ki, son 3 ay ərzində əslində dolların qiyməti 9% ucuzlaşıb. Bu da hər şeyin dollara görə 9% bahalaşmasına gətirib çıxardır. Amma əslində fikir versəniz, bazar o qədər də fərqli istiqamətə getməyib. Bu təkcə Bitcoin deyil, eyni zamanda dollar, neft və digər əmtələrə də öz təsirini göstərir. Sağ ol. Salam. Mən bizim bir start layihəmiz var və içinə kimi tam hazır olmasa, yəni prototip kimi olsa, yəni mümkündür. Əlbəttə, əslində bir layihəni pitch edirsinizsə, burada sizin məhsulunuzun olmağına heç ehtiyac da yoxdur. Önəmli olan ideya və ideyanı təqdim etməkdir. Bu, bilmirəm, Word dokument da ola bilər, bayaq dediyim kimi GitHub-da kod da ola bilər, UI, UX da ola bilər və ya sadəcə ideya şəklində də ola bilər. Ümumiyyətlə, bir fikriniz varsa, sadəcə bizim yarışma ilə deyil, bütün digər şərtlərdə də ondan ibarətdir ki, ən önəmli məqsəd öz ideyanızı insanlarla paylaşıb, ona yatırım yapa biləcək investoru tapmaqdır. Çünki sonra deyək ki, siz kompüter mühəndisisiniz, bəlkə də gözəl bir backend yazırsınız, amma dizayn bacarıqlarınız yoxdur. Bütün layihəni özünüz idarə etmək məcburiyyətində də deyilsiniz. Bu ideyanı paylaşaraq ya bir UI, UX dizayner tapa bilərsiniz ki, sizə kömək olub, co-founder olacaq və ya sizə investor cəlb edə bilərsiniz ki, siz o dizayneri işə götürməkdə kömək eləsin. Eyni şey hüquqçudan başlayıb insan resursları mütəxəssisinə və ya marketing mütəxəssisinə də doğru gedir. Və ən böyük səhvlərdən birini adətən yeni biznes quran insanlar onda edirlər ki, hər işi özləri görmək istəyirlər və heç bir zaman imkan verməyin ki, bu sizin yolunuzda mane olsun. Ona görə yarışmada iştirak edən insanlar, komandalar öz fikrinizi gözəl şəkildə ifadə etmək, bu prezentasiya ola bilər, Word dokumenti ola bilər, hətta dediyim kimi GitHub-da bir neçə sətir kod da ola bilər və ya əgər məhsulunuz varsa daha gözəl məhsulunuz da ola bilər. Ona görə heç vaxt düşünməyin ki, mükəmməl bir məhsul ortaya çıxarıb, sonra özünüzə investor tapacaqsınız. Məncə, əgər fikriniz hətta yarımçıq olsa belə, onu mütləq bizlə paylaşın. Çox sağ olun. Salam, soruşmaq istəyirdim. Süni intellektdən hal-hazırda necəsə istifadə edirsiniz? Ümumiyyətlə biz son 2 ildə süni intellektə arası 100 milyon dollar investisiya yatırım eləmişik. Burada Arbitrum üzərindən işləyən süni intellektlərimiz var. Bütün kriptoya cavab verir. Eyni zamanda bizdə ticarət botları var. Sizin yerinizdə bütün ticarət təminatını irəli sürən və biz dünyanın həm mərkəzi bankları, həm də institutları üçün özəl sürətli trading platforması istifadəyə vermişik və bu hər saniyə ərzində 100 ilə 300 arasında əməliyyat eləyə bilən süni intellekt botlardır ki, sizin yerinizə hər saniyədə 300-dən satış və ya alış əməliyyatı eləyə bilir. Buna high frequency trading, yüksək tezlikli ticarət deyirlər və əslində düşünürəm ki, növbəti 5 il ərzində bu daha irəli gedəcək və mənə ən maraqlı gələn önəmli məqamlardan biri də buydu ki,
Mən Osman müəllimlə də hər zaman danışanda, dəyərli professorla danışanda deyirəm ki, Azərbaycanda termin qıtlığı var və mən bu prezentasiyanı, bu təqdimatı sırf ChatGPT-nin köməyi ilə tərcümə eləmişəm. Hardasa 90% gözəl və səlis nəticə əldə edə bilirik və əminəm ki, zalda olan tələbələrin də çoxu ev tapşırıqlarında ChatGPT-nin və digər süni intellektin köməyindən istifadə edirlər. Və mən yadımdadır ki, 90-cı illərdə mən məktəbə gedəndə həmişə müəllimlər deyirlər ki, kalkulyator istifadə etmək olmaz, sizin heç vaxt yanınızda kalkulyator olmayacaq və s. və ilaxır. Bugün hamının cebində mobil telefon var, hamı kalkulyatordan istifadə edir və düşünürəm ki, bugün çox zaman biz süni intellektdən istifadəni köçürmə kimi qəbul eləsək də, ədalətsizlik kimi qəbul eləsək də, növbəti 5 il ərzində süni intellekt də bizim cebimizdə olan kalkulyator kimi ən yaxın dostumuz olacaq. Ona görə də düşünürəm ki, bugün əgər süni intellektlə bağlı bir fikriniz varsa, mütləq bu fikri irəli sürün və çox maraqlı bir layihə, hardasa 35 milyon dollar investisiya alıb Amerikada 2 həftə əvvəl. Bu layihə sırf insanlara iş intervyularından keçmək və imtahanlarda əla qiymət almaq üçün süni intellekt botundan ibarətdir. Ona görə də düşünməyin ki, süni intellekt nəsə, bilmirəm də, qısa müddətli bir şeydir. Əslində bu çox uzun müddətli bir iş imkanıdır və yatırım imkanıdır. Bir də bilmirəm, aramızda yəqin ki, əminəm ki, 60-70% kod yazan insanlardır. Yeni bir trend var, vibe coding deyirlər. Vibe coding nədir? Siz kod tapşırığını əslində ChatGPT-dən soruşursunuz, o kodu sizin üçün yazır və bir zaman demək olar ki, çox inquiryləri direkt ChatGPT-yə göndərirsiniz. O da əgər belə bir tapşırıq olan kimi özü kodu yazıb o məhsulu istifadəçiyə sunur. Keçənlərdə mən Facebook'un baş ofisinə getmişdim. Facebook'un kodunun %60'ını süni intellekt yazıb bugün. Ona görə də çalışın, nə qədər bacarırsınız istifadə edin. Təşəkkür edirəm Vüqar müəllim. Mən istəyərdim ki, tələbələrimizin adından bir sual soruşum. Ümumiyyətlə, hal-hazırdakı vəziyyətdə bir kripto birjasına da bitgetə məsələn deyəlim ki, başlayacaqlar. Minimal olaraq hardan necə başlayıb, necə bir tutaq ki, futureslar olsun və ya deyək ki, spotda və ya nə bilim kripto valyutanın hansını minimal olaraq başlamaqda bir istiqamət olaraq nə tövsiyə edərdiniz? Ümumiyyətlə, mən hər zaman deyirəm ki, itirməyə hazır olmadığınız heç bir maliyyə vəsaitini yatırım eləməyin. Bugün siz 10 dollardan başlaya bilərsiniz, 100 dollardan da, hətta 1000 dollardan da. Amma əmin olun ki, əgər 10 dollarlıq yatırım sıfıra yaxınlaşsa, sizin halınız pisləşməyəcək, necə deyərlər və ya bu 100 dollar da ola bilər. Və dediyim kimi, ilk addımda principal guaranteed, yəni qoyduğunuz pulu sırf %100 geri ala biləcəyiniz yatırımlarla məşğul olun. Bizim launch pulumuz kimi. Bugün siz oraya 100 dollar pul qoysanız, digər layihələrin tokenlərini əldə edə bilərsiniz və 100 dollarınız tərpənməz olaraq sizə qalacaq. Və bu da daha az riskli bir əməliyyatdır. Amma bildirdiyim kimi, məsəl üçün bizim şirkətdə çalışan insanların 94%-i heç bir zaman trade ilə məşğul olmayıb, amma onlar kriptodan pul qazanırlar. Bu da öz vaxtlarını, öz bilik və bacarıqlarını satmaqdan irəli gəlir. İstər marketinq olsun, hüquq olsun, maliyyə olsun, mühasibatlıq olsun. Ona görə də kripto sırf trading deyil, amma bayaq dostumla, Elşadla da, Rəqəmsal Şura ilə də söhbət eləyirdik ki, bəlkə gələn semestr bir ticarət yarışması eləyə bilərik ki, biz tələbələrə pul verək, bir semestr ticarət eləsinlər və ən sonda pul özlərinə qalsın, amma kim çox pul qazanıbsa onun pullarını məsəl üçün 2-yə qatlaya bilərik. Bununla da imkan yaradarıq ki, tələbələr ticarətlə məşğul olsunlar, amma öz pullarını riskə atmasınlar. Salamlayıram sizi. Mənim belə bir sualım var ki, bizdə bir layihə sistemi, indi layihə tasarlayırıq demək olar ki, layihəmiz bundan ibarətdir ki, avtonom şəkildə pualların idarə olunmasıdır aqrar sənayesində. Bu, istər yanğın söndürmədir, toxumlama və digər şeylərdə. Biz bunun istifadəsində çox vaxt, demək olar ki, istifadəsinin əksəriyyəti süni intellekt səviyyəsində olunur. Biz onu deyirik ki, biz sizə bu layihəni versək, yəni bu layihə üzrə baxarsınız. 100% əlbəttə. Elə belə layihələr lazım idi. Çox sağ olun. İcazə verərsiniz, oxuyardım sualımı.
bizim layihə deməli intellektual mülkiyyətin qorunmasına əsaslıdır. Soruşmaq istəyirdim, intellektual mülkiyyətin qorunmasına yönəlmiş layihə Azərbaycanda Web3 ekosistemin inkişafına, xüsusilə gənc kontent yaradıcıları üçün necə töhfə verə bilər? Sadəcə gənc kontent yaradıcıları deyil, mən düşünürəm ki, Azərbaycanın ən böyük intellektual sahibkarlığı mövzusu Eldar Mansurovun əsərləridir. Çünki o ən çox oğurlanmış əsərlərdən biridir və illərlə məhkəmə çəkişmələri gedib ki, o əsərlərin kimə aid olduğu sübut olunsun. Bugün blockchain texnologiyasını tətbiq edərək əslində bütün kontent yaradıcılarının kontentin sahibi olduğunu biz təsdiq edə bilərik. Və bu təkcə ondan irəli deyil. Biz bu yaxınlarda $2 milyon bir şirkətə yatırım eləmişik. Bu şirkət nə edir? Süni intellektin yaratdığı kontenti xüsusi blockchain texnologiyası vasitəsilə süni intellektin yaratdığını kodlayır. Eyni zamanda insanlar tərəfindən yaradılan kontenti də insanlar tərəfindən yaradıldığını kodlayır. Bununla da iki ən önəmli problemi çözmüş olur. Birinci, kontentin sahibinin kim olduğunu qərar qılır və eyni zamanda digər süni intellektlərin gəlib data üzərindən öyrənirlər və digər süni intellektin yaratdığı data üzərindən heç bir şey təəssüf ki, öyrənə bilmir. Əslində bu yanılmaya səbəb olur. Ona görə də insanların yaratdığı kontentin üzərindən süni intellekt daha çox öyrənmək istəyir. Ona görə düşünürəm ki, əgər buna yönəlik bir layihəmiz varsa, sadəcə Azərbaycanda deyil, qlobaldakı olan ən önəmli problemlərdən birini çözə bilərsiniz və bu sizi ən azı Elon Musk qədər zəngin eləyəcək. Vüqar bəy, çox sağ olun. Təşəkkür edirik sizə, minnətdarlığımızı bildiririk. Çox sağ olun. Düşünürəm ki, doğrudan da biz professordan orada bunu müzakirə edirdik ki, necə oldu? Yəni, istənilən halda bu sizin üçün əhəmiyyətli bir platformadır. Yəni, həm biznes nöqteyi nəzərdən, həm təcrübə nöqteyi nəzərdən, həm gələcəkdə iş tapmaq nöqteyi nəzərdən, həm də evdən çıxmamaq nöqteyi nəzərdən. Yəni, tədris var, təhsilin var, amma eyni zamanda sən virtual olaraq uzaqdan bu proseslərdə iştirak edib bir təcrübə əldə edə bilərsən və pul qazana bilərsən. Yəni, bu baxımdan mən hesab edirəm ki, kifayət əhəmiyyətli. Həm də, bilirsiniz, burada təbii ki, hamımız bilir ki, burada bir risk də var. Yəni, bu kripto sahədə risk var da. Ən azı burada riski yarıya endiririk ki, çünki Vüqar bəyi tanıyırıq, nə olsa yapışacaq. Yəni, burası da var da. Həm də Rəşad bəydən bayaq diqqətimizi cəlb elədi, müzakirə edin. Mənim çox diqqətimi cəlb elədi. Slaydın birisində bizə göstərdi ki, filan qədər pulu qırağa qoyublar. Bitget qırağa pul qoyub ki, filan qədər. Birdən hücum olsa, nə bilim, kiber hücum olsa, belə platformalar olubdur. Orxan bəy, belə platformalar vardı da, dağıtdılar, pullar yoxa çıxdı da, elə deyilmi? Belə şeylər olur. Bunu sığortalamaq üçün Bitget əhəmiyyətli, mən çox təəccübləndim ki, artıq qırağa bir vəsait də qoyulub ki, bunu sığortalamaq üçün. Mən düşünürəm ki, kifayət qədər əhəmiyyətlidir. Yəqin indi biz bu platforma ilə universitet olaraq əməkdaşlığımızı davam elətdirəcək və biz artıq Vüqar bəyi də Rəqəmsal Şuranın tərkibində görürük, universitetin bir partneri olaraq görürük. İndi bizim gələcək perspektivlərdən bağlı da istəyirdim Vilayət müəllimə, professora bir yekun söz üçün söz verin. Buyurun, professor. Əziz tələbələr, Vüqar müəllimin dərin təşəkkürünü bildirirəm hamımızın adından. Amma mən heç danışmaq istəmirdim, amma bir 2-3 məsələ var ki, o məni çox tutdu və buna münasibətini bildirmək istəyirəm. Birinci, Vüqar müəllim başlayanda dedi ki, belə bir cümlə işlətdi. Əslində, texnik universitet üçün də əhəmiyyətli bir şeydir. Edib öyrənmək lazımdır. Öyrənib etmək məncə çox da yaxşı bir şey deyil. Texnik universitetin profili belədir ki, biz bu məsələni dəfələrlə müzakirə eləmişik. Amma bu formanı belə olduğu qədər sadə deməmişdik. Həqiqətən, yəni biz etmək öyrənməliyik və edə öyrənməyimiz daha vacib olacaq deyə düşünürəm. Bu birinci məsələ idi. Yəni biz bunun üçün bəlkə də bir müzakirələr edib
biz tədris prosesimizdə, tədqiqat prosesimizdə biz bunları formalaşdırmalıyıq. İkinci bir məsələ var, bu biznes mühitinlə mən çox yaxın olmuşam və 30 il bundan əvvəl kimsə bir biznes yaratmaq üçün maneələr və sair qınaqlar və bu işə gedənmi, getməyimi, biznes insanları məhv edər, oxumaq daha yaxşıdır, biznes. Amma bugün eşitdiyimiz ondan ibarətdir ki, siz biznes açmalısınız, biznes təfəkkürünüz olmalıdır, ən azı sahibkar kimi düşüncəniz olmalıdır. Hətta biz bundan bağlı dərslər deyirik və s. Amma bugün burada görünən məsələ ondan ibarətdir ki, o qədər yollar var ki bunun üçün. Vüqar müəllim sizə bunların daha asanını dedi. Əslində mən risk nəzəriyyəsindən məşğul olmuşam, yəni investisiyaların qorunmasıyla bağlı. Görünən ondan ibarətdir ki, bir 10 dolların itirməyi və 10 dollar tapmağın effekti var yəni burada. Mütləq qiymətcə siz əgər 10 dollar itirsəniz, daha çox hissiyatınız olacaq, yəni daha çox depresiya qatılmış olacaqsınız. Yəni, bəlkə də ən yüngül məhiyyətdə. Amma bunun mütləq qiyməti qədər qazandığınızın sevinci, itirdiyimizin sevincindən, yəni itirdiyimizin effektindən çox olmayacaq. İtirəndə daha çox düşünəcəksiniz. Amma məsələ ondan ibarətdir ki, bugün sizə bəlkə də bu qədər deyil, amma hər halda risksiz, yəni itirməyə məruz qalmadan biznes imkanları da ortaya qoyulur və çox ciddi bir mahiyyətdir. Əslində digər bir məsələ var ki, bu istiqamətdə Vüqar müəllim dediyi bir məsələ var ki, siz burada çoxlu sayda imkanlar yarada bilərsiniz və bu yaradıcı bir imkandır və bu bizim IT istiqamətində, iqtisadi istiqamətdə görünən ondan ibarətdir ki, biz rəqəmsallığa daha çox yaxınlaşmalıyıq və bu sizə çoxlu imkanlar gətirəcək. Üçüncü bir məsələ var, burada onu açıq söylədi, mən bunun üçün ələsində bura çıxdım. Biz bir 6 ay bundan əvvəl süni intellekt demək üsullarının, süni intellekt təminatlarının resurslarından ciddi istifadə etməyi elmi şurada müzakirə etdik. Ki bu imkanlardan çəkinmək lazım deyil. Əgər biz bundan çəkinirsə, niyə çəkinək? Buna sual ver. Əgər bu bizə cavab verirsə, biz bunu niyə gizlindən, niyə bunu gizlici olaraq öyrənməliyik? Biz burada çox açıq olmalıyıq. Müəllim, biz burada əgər açıq olsaq, biz daha çox öyrənəcəyik. Yəni, əgər müəllim bizə bunu qadağan edirsə, bu düzgün bir şey deyil. Onda biz, müəllimin burada zəifliyi var. İkinci, tələbə bunu istifadə etmirsə, müəllimlər buna imkan yaratmırsa, bu da ayrı bir məsələdir. Biz bunları qarşılıqlı istifadə etməklə imkanlarımızı artırırıq. Yəni, çünki biz artıq bu bizim işimizi görürsə, biz başqa şeylər fikirləşməliyik. Yəni, bu məsələlərdə biz çox-çox diqqətli olmalıyıq və mən dərin təşəkkür bildirəm Vüqar müəllim. Əslində bizim elmi şuramızın çıxartdığı qərara da siz bir təkan verdiniz ki, bunu kütləvi surətdə həmişə istifadə etmək lazımdır. Bunun yaxşı tərəfləri daha çoxdur. Təbii pis tərəfləri də var. Biz pis tərəflərini öyrənə-öyrənə imkanımız olacaq ki, biz bunları pis tərəflərini istifadə edək. Amma bunun ən böyük imkanları, yaxşı imkanlardır. Və mən dərin təşəkkür bildirirəm. Həqiqətən bugün görüş çox ciddi bir əhəmiyyətli və tamamilə digər görüşlərdən çox fərqli bir görüşdür. Və bu görüş çox davamlı olacaq. Bu görüşün effektləri olacaq. Bu görüşün çıxarışları olacaq. Və ən azından bizim 17-sində, mayın 17-sində demək bu yarışın qalibləri olacaq. Bu yarış sadəcə olaraq bir imkan və bir təkan rolunu oynayacaq. Və bir daha təşəkkür edirəm hamımızın adından. Vüqar bəy, düşünürəm ki, bizim əməkdaşlığımız çox ciddi olacaq. Təşəkkür edirəm. Çox sağ olun, profesör. Deməli, sonuncu olaraq bizim bu yarışma ilə bağlı koordinator ayrılıbdır. Aytən xanım. Burada Aytən xanım zəhmət olmasa, deməli, bu həmin qeyd olunan startup yarışmasından bağlı sizin hansısa sualınız olsa, əlaqə yaratmaq istəsəniz, Aytən xanım bizim dekan müavinimizdir bu sahə üzrə. Universitetin rəhbərliyi tərəfindən ayrılıbdır, koordinatorla nə olsa soruşa bilərsiniz. Təşəkkür edirəm Aytən xanım, çox sağ olun. Təşəkkür edirik, çox sağ olun, minnətdarım.